Salam dəyərli kanal izləyicilərim, izah proseslərimizə kaldığımız yerdən davam edirik. Bugün də sizlərə monitorinq üçün izahını təqdim edəcəyim. 6-cı siniflər üçün olan izah nəşriyyatdan monitorinq üçün izahına baxacağız. İzahımıza keçməmişdən öncə qeyd edim ki, bundan öncəki izahlar üçün və bundan sonra olacaq izahlar üçün kanalı izləyib abunə ola bilərsiniz. Əvvəlki video izahlardan yararlana bilərsiniz. İlk sualımıza başlayaq. Bir şam hər yarım dəqiqədən 1 sm əriyir. Hündürlüyü 26 sm olan şam 19:01-də yanmağa başlayarsa saat neçədə tam sönər? Əgər yarım dəqiqədən 1 sm əriyirsə, deməli 1 dəqiqədə 2 sm ərmiş olacaq. Və hündürlüyü də 26 sm olduğu üçün 26-nı 2 ilə bölərik. 13 dəqiqə. 13 dəqiqə. 19:01-də başlayırsa 13 dəqiqə üzərinə gələrik. 19:14-də şam sönmüş olacaq. Elçin dayı yetişdiyi 1944 kiloqram pomidoru 18 kiloqramlıq yeşiklərə dolduraraq bazara aparır. Satıcı bazara neçə yeşik aparır? 1944-ü bölməliyik 18-ə. Doğru cavabımız olacaq 108. 108 yeşik aparmış olacaq. 28-ci sualımız ədədləri artma sürəsi ilə düzün. Artma sürəsi ilə düzəndə biz bilirik ki, azdan çoxa doğru düzməliyik. Burada ən kiçik ədədimiz -21-dir. -21-dən sonra ən kiçik ədədimiz -19. Daha sonra isə 0, 18 və 20 olacaq. Yəni doğru cavabımız olacaq A variantı. Növbəti suallarımıza baxaq. İyirmi 9-cu sualımız. Şəkildə rənglənmiş hissəni kəsirlə ifadə edir. Ümumi sayaraq kəsilmiş hissələri 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12-sindən neçəsi rənglənibdir? 3 rənglənibdir. 12-də 3. Və bunu da ixtisara aparan zaman 4-də 1. Doğru cavabımız olur B variantı. 30-cu. Tənliyi həll edin. Tənliyi həll etmək üçün çarpaz vurmalıyıq. 15 vurulsun. X çıxılsın. 1/2 bərabərdir. 4 vurulsun. X çıxılsın. 10. Ötəzəni vurub açırıq. 15x. 15x çıxılsın 18 bərabərdir. 4x çıxılsın 40. Mənimləri bir tərəfə, mənfiləri bir tərəfə yığsaq 11x bərabərdir. -22. X də bərabərdir. -2. Doğru cavabımız olacaq D variantı 30-cu sualımızda. 31-ci sualımız. 24 ədədi -1 ilə -4 arasındakı bütün tam ədədləri ayrı-ayrı bölünərək bir-birinə vurulur. -1 və -4 arasında -2 və -3 yerləşir. 24-ü -2-yə bölən zaman -12 qalacaq. 24-ü -3-ə bölən zaman -8 qalacaq. Bunların hasili isə müsbət 96 edəcək. Doğru cavabımız olacaq 31-ci sualımızda A variantı. 32-ci sualımızda işin 25% qurtardıqdan sonra hansı hissəsi görülməmiş qalır? 25% qurtarıbsa 100-dən 25 çıxır, 75%. 75% görülməmiş qalır. 10 hissə ilə ifadə etsək 100-də 75. Hər ikisini 25-ə ixtisara apararıq, nəticəmiz olar 400. Doğru cavab 32-ci sualımızda olacaq D variantı. Otuz üçüncü sualımızda cədvələ görə aşağıdakılardan hansı yanlışdır? 6B-də 25 şagird var. Baxaq 6B-də olan şagirdlərin cəminə 11 topla 14, 25. Deməli doğrudur. 6C-də 7 qız var. Bu da doğrudur. 6A-da 26 şagird var. 6A-da 17, 8, 25 şagird var. 26 şagird yoxdur. Deməli C variantı yanlışdır. 6-cı siniflərdə cəmi 75 şagird var. Ümumi toplasaq 25 şagird burada, 25 şagird burada, 50, 25 də burada, bəli 75 şagird var. 30-cu sualda doğru cavab olur C variantı. 34-də diaqrama əsasən voleybol oynayan uşaqlar neçə faizdir? Deməli, ikisi kəsirlə verilib, biri isə faizlə verilib. Gəlin bu kəsirdə faiz olanı da kəsirə çevirək. %35
Beşə çarparsaq 20-də 7. Hər birini toplayaq. 20-də 7, 4-də 1 və 115-i də 5-ə çarparsaq 20-də 3 qalır. Ortaq məxrəc hər birinə 20-dir, 20-də 7, 20-də 5 olacaq. Bu da 12 və 15. 20-də 15. 20-də 15 ümumilikdə futbol, basketbol və güləşdə iştirak edənlərin sayıdır. Yəni hissəsidir. Ümumi hissəsidir. Voleybola nə qədər qalacaq? Təbii ki, 20-də 20-dən 20-də 15 çıxan zaman 20-də 5 hissə. 20-də 5 hissə olacaq voleybol. Bunu da faizə çevirmək üçün 100%-ə vurarıq. 25% edəcək. Doğru cavab olacaq. 34-cü sualımızda A variantı. 35-də atanın yaşının oğlunun yaşına nisbəti 7/2 kimidir. Atanın indi 49 yaşı varsa, yəni 7x-dir atanın yaşı. 7x 49-a bərabərdirsə, x bərabərdir 7-yə. O zaman oğlun yaşı 2 vur 7 olacaq 14. İndiki yaşları. Oğlun neçə yaşı olacaq? 14. 6 ildən sonra oğlun neçə yaşı olar? Təbii ki, 14 6 20 yaşı olacaq. Doğru cavabımız olacaq A variantı. Otuz 36-cı sualımız x və y cəmiyyətlər düz mütənasib olduğunu bilərək cədvəl tamam. Düz mütənasib asılılığın düsturu necə idi? Y bərabər kx. Biz birinci verilənlərdən k-nı tapa bilərik. K-nı tapmaq üçün y-i x-ə bölməliyik. 65-i bölərik 13-ə, k olar 5. İkincisi isə y məlumdur. X məlum deyil və k məlumdur. X-i tapmaq üçün y-i k-ya bölməliyik. Yəni 70-i 5-ə bölürük. 14. Üçüncüdə isə 21. X 21-dir, y isə məlum deyil. Y-i də tapmaq üçün k-nı x-ə vurmalıyıq. 5 vurulsun 21. Yəni 105. Üçüncüdə, sonuncuda isə yenə eyni qayda ilə 7 onda 5-i 5-ə bölməliyik. 1 onda 5 edəcək. Doğru cavabımız olacaq D variantı. Avtomobil 25 km yola 4 litr yanacaq işlədirsə 600 km yola da x litr işlədir. Buradan da x-i tapmaq üçün 600-ü vurarıq 4-ə bölərik 25-ə. Düz mütənasibdirlər. 625-ə bölüb 4-ə vurarıq. 625-ə bölən zaman nəticəmiz olacaq 24. 24-ü də 4-ə vursaq 96. X bərabər olacaq 96 litrə. 96 litrə yarıda işlətmiş olacaq. 38-ci sualımıza baxaq. Düzbucaq şəklində olan bağın planda ölçüləri 5 sm və 8 sm-dir. Bu bağın eni 400 metr olarsa, bağın sahəsini tapın. Ölçü vahidlərini eyniləşdirək. 400 metri santimetrə çevirən zaman olacaq 40.000 santimetr. Planda ölçülərə görə enimiz 5 sm-dırsa, 40.000 santimetri 40.000-i bölərik 5-ə. 8000 santim. 8000 santim olacaq. Daha sonra isə biz 8000-i 8-ə vurarıq. $64.000 santim. Və bunu yenidən metrə çevirsək 640 metr edəcək və 640-ı da sahəni tapmaq üçün 400-ə vurmalıyıq. 640-da 400-ə vuran zaman 256.000 metr kvadrat edəcək. Doğru cavabımız olacaq A variantı. $39-cu sualımız. Oturacağının çevrə uzunluğu 14 pi, hündürlüyü 8 cm olan silindrin həcmini tapın. Silindrin həcmini tapmaq üçün biz heç oturacağı hündürlüyə vurmalıyıq. Çevrənin uzunluğu 14 pidirsə, yəni 2 pi 14 piyə bərabərdirsə, buradan r 7-dir. H oturacaqda pi r kvadratıdır. Yəni pi r kvadratı 49 pi. Və 49 pi də vurulacaq 8-ə həcmi tapmaq üçün. 392 piyə bərabər olacaq. Doğru cavabımız olacaq B variantı.
40-cı sualımızda A və B ədədləri üçün uyğunluğu müəyyən edin. Birincidə -14, müsbət 14. Biz bilirik ki, burada A və B ədədləri əks ədədlər olacaq. Yəni B uyğun gəlir A variantı. A 15, B -13. Bunların cəmi natural ədəddir. Hasili natural olmayacaq, amma cəmi naturaldır. Fərqi də naturaldır. Yəni gedir B variantı. 3-də isə 8 və 25 bunların hasili natural ədəddir. Və də gedir C variantı. 40-cı sualımızın doğru cavabı olur A variantı. Avtosalonda bir avtomobil 3610 manat xeyirlə 27940 manata satılmışdır. Deməli, xeyirlə bu 3616 manata satılıbsa, yəni 3610 manat xeyirlə satılıbsa, 27940-dan biz çıxarıq 3610. Nəticə olacaq 27330 manat. Deməli, bu avtomobilin öz qiyməti 27330 manat olubdur. Və bu avtomobil 21700 manata satılsaydı, neçə manat zərər olardı? 27330 manatdan da çıxırıq 21700 manata. Nəticədə qalır 2630 manat. 2630 manat zərər olar. Sualımız olacaq A variantı. Üçüncü sual. İki qarşılıqlı bucağın cəmi 132-dir. Qarşılıqlı bucaqlar biz bilirik ki, bir-birinə bərabərdir. 132-ni 2-yə bölərik. 66 dərəcədir. Deməli, hər biri buna bugün qonşu olan bucağın da dərəcə ölçüsünü tapmaq üçün 180-dən 66 çıxarıq. Doğru cavabımız olar 114 dərəcə. 42-ci sualımız olacaq D variantı. 43-də bu bucaqlar qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180 dərəcədir. 3x ilə x-i toplayarıq. 3x topla 54, topla x, topla 18 bərabərdir 180. 4x-dən toplayarıq 23-ü, daha doğrusu 54-dür burada. 54-dən 18-i toplayarıq. 72 bərabərdir 180. Buradan da 4x bərabərdir 180-dən 72 çıxarıq. 180-dən 72 çıxarıq 108 dərəcə, 108-ə 4-ə bölürük. 27. X olacaq 27. Doğru cavabımız olacaq A variantı. 44-cü sualımızın sonunda sualın qoyuluşuna yanlışlıq var. Yenə də biz bunu həll edək. 12 fevral tarixində Qusarda havanın temperaturu 3 dərəcədir. Moskvada isə Qusardakı hava temperaturu 33 dərəcə soyuqdur. Yəni 3 çıxılsın 33. Moskvada havanın temperaturu -30 dərəcə Selsidir. Qrenlandiya isə Qusardakı hava temperaturunun 2 qatı qədər soyuqdur. Burada məncə Qrenlandiyada isə Qusardakı yox, Moskvadakı. Moskvadakı havanın 2 qatı qədər olmalı idi. Yəni -60 dərəcə. -60 dərəcə Selsidə olmalı idi Qrenlandiyanın hava şəraiti. Və burada da 12 fevral tarixində Qrenlandiyadakı hava temperaturunu istəyir. Amma burada şərtdə Qusarda yox, Moskvada olmalı idi. Ona görə doğru cavabımız B variantı uyğun gəlir. Amma şərt dediyim qaydada olarsa. 45-ci sualımıza baxaq. Diametri 1 metr olan çevrənin uzunluğu biz 2 pi r və yaxud da pi d ilə hesablanır. Pi d də 1 olduğu üçün 1 pi metr olacaq A variantı. 46-cı sualımızda Mehriban və Xalid məktəb tədbiri üçün təbaşir və markerləri bərabər sayda paketlərə yerləşdirmək istəyirlər. Xalidin 168 təbaşiri, Mehribanın isə 120 markeri var. Onlar təbaşirləri və markerləri elə qruplaşdırmalıdırlar ki, hər bir paketdə eyni sayda təbaşir və marker olsun. Və paketlərin sayı maksimum olsun. Hər paketdə neçə təbaşir və neçə marker olmalıdır. Gəlin 168 və 120-nin əbobunu tapaq. 168 və 120. 168-i 2-yə bölən zaman 84, 84-ü 2-yə bölən zaman 42, 42-ni 2-yə bölən zaman 21, 21-i 3-ə bölən zaman 7, 7-ni 7-yə bölən zaman 1.
120-ni 2-yə bölən zaman 60, 60-ı 2-yə 30, 30-u 2-yə 15, 15-i 3-ə 5, 5-i 5-ə 1. Hər ikisində 3 dənə 2 ortaqdır və bir dənə də 3. Bunları da bir-birinə vuran zaman 8 vurulsun 3, 24. Əbobumuz olur 24. 168-i 24-ə bölsək bizə lazımdır burada 7 təbaşir. 120-ni də 24-ə bölsək 5 dənə də marker lazım olacaq. Yəni 7 təbaşir 5 marker lazım olacaq. (47 və 48-ci suallarımız) 47 üzvbucaqlının perimetrinin yarısı 4də 1-dir. Deməli, perimetrinin yarısı 4də 1-dirsə, perimetrin yarısı P bölü 2 bərabərdir 4də 1-ə. Buradan da 4P bərabərdir 2-yə, P bərabərdir 2də 1-ə. Uzunluğu da 11-də 2-dirsə, deməli 2 vurulsun. Üzvbucaqlının perimetri 2 vurulsun. 11-də 2 topla x bərabərdir 2də 1. Buradan da 11-də 2 topla x bərabərdir 4də 1-ə. X də bərabərdir 4də 1 çıxılsın 11-də 2. Ortaq məxrəc 44-dür. 44-də 11 çıxılsın 8, 44-də 3-ə bərabər olacaq. Üzvbucaqlının eni 44-də 3 olmuş olacaq. 48-ci sualımızda Zərifə 200 səhifəli kitabı 8 günə, Orxan isə 5 günə oxuyursa, Zərifə və Orxan bir günə cəmi neçə səhifə kitab oxuyar? Deməli, 200 səhifəliyi oxuyur 8 günə Zərifə. 100-ü bölürük 8-ə, 25. Bir günə 25 səhifə oxumuş olur. Orxan da 5 gün oxuduğu üçün 100-ü bölürük 5-ə, bir günə 40 səhifə oxuyur. Zərifə və Orxan bir günə cəmi neçə səhifə kitab oxuyur? 25 səhifə biri oxuyur, 40 səhifədə biri, ümumilikdə 65 səhifə oxumuş olacaqlar. 20 topla 40, 25 topla 40, 65 səhifə oxumuş olacaqlar. Doğru cavabımız olacaq 65. 49 və 50-ci sualımız. 49-da palıd ağaclarının sayı 200 olarsa neçə şam ağacı var? Bağın hissə ilə verilibdir 3də 1 və 5də 1. 3də 1 və 5də 1-i toplasaq, ortaq məxrəc 15-dir. 15də 5, 15də 3, 15də 8 olacaq. Deməli, bu tam 15də 15 imiş. 15də 8-i palıd və küknardır birlikdə. 15də 7-si isə şam ağacıdır. Şam ağacıdır. 15də 7-si isə şam ağacı olacaq. Deməli, şam ağacı da olacaq 15də 7 hissəsi. Və bizə verib ki, palıd ağaclarının sayı 200-dür. Yəni, 3də 1x bərabərdir 200-ə. X də bərabərdir 600. Ümumilikdə deməli, burada 600 ağac var. Şam, palıd və küknar birlikdə. Və biz də şam ağacının sayını tapmaq üçün 15də 7-ni vurmalıyıq 600-ə. 15də 7 vurulsun 600. 600-ü 15-ə bölərik. 40 qalar. 40-ı da vurarıq 7-yə. 280. 280 şam ağacı olacaq. Bir boru hovuzu 6 saata, digər 9 saata doldurur. Biri deməli 6 saata doldurur 6-da 1 hissəsini. Digəri də 9-da 1 hissəsini. Birlikdə işlədikləri üçün toplayacağıq. Hər iki boru 1 saat açıq olarsa, hovuzun hansı hissəsi dolmuş olar? Bərabərdir 1 bölünsün x-ə. Buradan da ortaq məxrəc hər ikisinə 54-dür. 54-ü 6-ya bölən zaman 9. 54-dən 36-dır. Hər ikisinə ortaq məxrəc. Ortaq məxrəc hər ikisinə 36. 36-nı 6-ya bölən zaman 6. 36-da 6, topla 36-da 4. Bərabərdir 1 bölünsün x-ə. Buradan da 1 bölünsün x bərabərdir 36-da 10. 36-da 10 hissəsi və bunu da iki tərəf aparsaq
2 əksər aparan zaman 18-də 5. 18-də 5 hissəsi dolmuş olacaq. Bugünlük izahımız bu qədər. Növbəti izahlar üçün kanala abunə olmağı unutmayın.